Özbəkistan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və Özbək xalqları türk dilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındılar. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələr 1995-ci il oktyabr ayının 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan-Özbəkistan münasibətləri son dövrlər ərzində tarixin ən parlaq dövrünü yaşayır. İki ölkə arasında iqtisadi ticarət əlaqələri də sürətlə inkişaf edir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 3 dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olan Özbək və Azərbaycan xalqları istər iki tərəfli, istərsə də beynəlxalq müstəvidə daim dəstək nümayiş etdirir. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin sıx münasibətləri, qarşılıqlı səfərlərinin intensivliyi iki ölkə arasında əlaqələrə mühüm töhfə verir. Əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Bu baxımdan 22 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edəcək. Səfər çərçivəsində əbədi dostluq haqqında müqavilənin imzalanması Azərbaycan-Özbəkistan qardaşlığının yalnız bugün üçün deyil, gələcək nəsillər üçün də hesablandığını, münasibətlərin dostluqdan daha yüksək səviyyəyə qalxdığını göstərir. Sənəd türk dövlətləri arasında həmrəyliyin artması baxımından da mühüm əhəmiyyət daşıyır. Sənəd iki ölkənin bir-birini sadəcə dost deyil, həm də etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi gördüyünü göstərən mühüm mesajdır. Bu sənəd ilə Azərbaycan-Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq iki xalq arasında əbədi dostluğun və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcək. Azərbaycan və Özbəkistan Ali Dövlətlər Arası Şuranın 3-cü iclasında və liderlərin mətbuata bəyanatlarında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müqaviləni yüksək qiymətləndirdilər. Prezident İlham Əliyevin Dostluq ordeni ilə təltif olunma mərasimində Şavkat Mirziyoyev əbədi dostluq haqqında müqavilənin münasibətlərimizi yeni məzmunla zənginləşdirəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev səfər çərçivəsində Özbəkistanın ən böyük şəhər salma layihəsi Yeni Daşkəndlə tanış oldu. İlham Əliyev və Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində Azərbaycan parkının təməlini qoydular. Dövlət başçıları Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak etdilər. Qeyd edək ki, ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb. Azərbaycan-Özbəkistan əməkdaşlığı yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu strateji tərəfdaşlıq türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfəri bir daha göstərdi ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.